Onda ki getdi əqil elçi Huzamın evinə Yağdı nur tərəb ol mərd kiramin evinə Dedi fəxrimdi qızım getsə imamın evinə Elçiliğə ki gəldi Atası eşq eləydi Dedi Allah Ali əqili elçi yollayırdı Dedi fəxrimdi qızım getsə imamın evinə Əqil vəli möhlət mənə ver Vəli möhlət mənə ver neçə gün olsun səfərim İzdivaca qızımın var görüm aya nəzəri Qoy qızımı danışdırım Qulaq asın Pədər ümmül bənindəndir bu şayistə xəbər Deyir istürdüm edəm bir günü izhar nəzər Qızımın hücrəsinə varid olan vaxtdə Səhər Ümmül bəninin atası deyir varid oldum qızımın mənzilinə, otağına Anası gördüm onun tellərinə şanə vurur Anası gördüm onun tellərinə şanə vurur Danışır gördücü rüyanı tapıb halə surur Gördüm ana bala danışırlar Qız yuxuda nə görmüşdü anasına danışır Atası da qulaq asır Anacan bir yuxu gördüm Gecə Allah'dı cavab Bağ sərsəbzədə əyləşmiş idim Ana çəşm dəraq Ərşidən damənimə düşdü 3 ulduz bir mal Ümmülbəninin yuxusudur Anacan yuxuda gördüm Ərşidən damənimə düşdü 3 ulduz bir mal Bir munadi dedi fəxr et Ey oğullar anası Sərvər kolli xəlayiqdir Bunların atası Xoşal və ümmülbəni Qızının sadiqə rüyasin eşitdi madər Dedi nənə belə bir yuxu görmüşəm Dedi təbir edərəm müjdə verən nur bəsər Bir böyük şəxsə əzizim olacaqsan həmsər Qızım bir böyük şəxsə əzizim olacaqsan həmsər Ana xoş təbir edib adını bilmürdü vəli Ata tez varid olub səslədi Mevlamız Ali adıva qurban olum Əli Heydər ya Heydər Xoş olar bu gecə xanımın vəfatında deyəsən Heydər ya Heydər Heydər ya Heydər ya Heydər Əlinin adını eşidəndə Əli adını eşidib vurdu dodaqlar xəndə Kim eşitdi dedi təbrik belə peyvəndə Gör yetirdi hara ol aşığı iman qəvi Doktor ol kelab oldu arus Ələvi
وقت گل خانه مولای گلین من امروزم bundan bir yana başlanır ay hacet yola ay derdim fakat mən bunu arz eləyəm o nənəsi ölənlər bilər mən nə deyəm çətin olar bir dudumanda nənə ölə nənənin yerinə biri gələr وقت oldu gələ xanəyə Mevlaya gəlin səcdəyə şükür ilə həmd etdi haq eləm yazədi dəstəmaz aldı o yanmış qapıya cədiyəli ay nənə ay nənə ay nənə ay nənə elə ki varid oldu Zəhranın dudumanına ədəbə bax varid olan ləhzədə dəstəmaz aldı o yanmış qapıya cədiyəli dedi verirəm qəsəm Allah gəmi pinhanə zəmin bura Zəhra evidir Allah bura Zəhra evidir eyləmə şərməndəmə varid oldu Zəhranın dudumanına evvel kesi ki hanım Ümmülbenin aldı kucağına Zeynep'i aldı kucağına uşak Zeynep'in ellerini aldı ta Ali'nin evine geldi gelin Zeynep'in aldı ele hırda eli baktı eşkiyle labalep gözüne öpdü heyledi koydu yüzüne bana bak qəblə zani ki gör nə ədəbli xanım idi qəblə zani ki evə daxil ola istədi şən ucalali ucala neynədi koymuş idi hara Zəhra ayağı ağlıya ağlıya koydu dodağım toprağı öptü dedi can Zəhra ayağın reddine kurban